Bu videoda xəritə və yaxud şəklin, yəni ikinci nöqtələri və yaxud koordinatları məlum olan, bəlli bir koordinatları məlum olan şəkil və xəritənin kremizə olunmasıdır. Xəritədə Google-da görsənməsini eləyəcək. Məndə Azərbaycan siyasi və inzibati xəritəsi var. Onların üstündə koordinatlar coğrafi koordinatlardır. Yəni bu dərəcə olaraq göstərilib. Onu çağıracağım və onu KMZ faylinə çevirəcəm. Azərbaycan siyasi və inzibati xəritəsini çağırıq buradan. Okay. Deməli, burada göstərir bizə nəyi? Şəklin hansı hissəsinin koordinatları buradan. Mouse'un sol klik düyməsinə basıb saxlayıb ərazimizi seçirik. Hansı ərazidədir? Mənə koordinat kəsişmələri lazımdır. Yəni şimal və şimal enliyi, şərq uzunluğunun kəsişmə nöqtələri lazımdır. North east olaraq biz vizual koordinatda biz onu bilirik. Bura məsəl üçün bu hissə olmalı. 41 ilə 46-nın kəsişməsi. Və burada göstərir piksel formasında da easting, northing olaraq da yaza bilərsiniz. Coğrafi koordinat olaraq yaza bilərsiniz. Amma burada hal-hazırda əlimdə coğrafi koordinat olduğuna görə 45 deməli uzunluğa düşür. Buna yazırıq 45. Kəsişdiyi hissədə 41 ilə kəsişir. Bu nöqtə. Deməli, mən buna birinci nöqtəmi qoymalıyam. Ərazimizi seçək. Daha da yaxınlaşdıraq bu ərazi. Sonra bu kəsişmə buradan seçirik. Bura nöqtə qoyuruq. Nöqtəyə 45 və 41 əlavə edirik. At point list edirik. Point listə əlavə edirik. Point 1 kimi. Okay. Və burada avtomatik görsənir nöqtəmiz. Sonra keçirik növbətinə. Növbəti biz uzunluq boyu gedirik yenə. Bu 46 olacaq. 41 dəyişməyəcək. At point edirik yenidən. Birinci nöqtəni bura atıb, üstündə qırmızı X var. Bilmirəm, görmürsünüz. İkinci nöqtəni atırıq bura. Bunu biraz da yaxınlaşdırırıq. Kəsişməsində nöqtə qoyuruq. 47 olsun. 47 olsun deyəndə 47-dir. Ət edirəm. Üçüncü nöqtə. Sonra dördüncü nöqtə təqribən buralara düşür. Olsun dördüncü nöqtə 48. At point. Okay. Bura düşməlidir 49. 49. Evet. Okay. Hamısını eləməyəcəm. Yuxarıdan deməli 41-ci paraleli eləyəcəm. Bir də aşağıdan 39. Arada 40-ı buraxacam. Onun hamısını eləməyiz yaxşıdır ki, tam ideal 30 dursun xəritəni. Bu indi düz formadadır, müstəvi formadadır. Bunu xəritə çevirəndən sonra dilimlərə görə böldüyün, yəni elə bir şey, kağızı müstəvidən necə deyim, trapez üzərinə çevirdiyin görəcəksiniz də, yəni coğrafi koordinata çevirdiyin. Ət edirəm bunu. Bir də burada demək 45 ilə 39-dur. 45 ilə 39-un kəsişməsi. Bura nöqtə atıram. Bu olur 45. Bu olur 39. Ət edirəm. Bundan sonra 39 dəyişməyəcək. 45 olacaq 46. Nədir 46? Uzunluğu yavaş dəyişək. At point list, okay. Bu 47 nöqtə. 47 at point, okay. Bir də əgər faili qlobal mapperə çağırırsa, Azərbaycan deyəndə QWERTY olsa, klaviatura, yəni ÜÜ olsa,
Global map'i qəbul eləmir adında. Ona adın dəyişmə lazımdır. QWERTY klaviaturasından yazmaq lazımdır. Yəni 100 ad olmasın. 48 P 49 Point OK. 50 de buralara düşür. 50 Point list. Bax, həqiqətən 50 idi axırıncı. 50 ilə 39 keçməsin. Burada apply edirik. Deməli, yuxarıdan bir sıra nöqtələdim. Burada 51 də qoya bilərdim, amma qoymadım. Aşağıdan da bir sıra kəsişməni işarələdim. Ortadakı kəsişməni eləmədim. Çox vaxt aparmasın deyə apply edirəm. OK. Buradan artıq görə bilərik ki, şəklin aşağı hissəsi, cənub hissəsi elə bil ki, biraz trapez formasına düşüb. Onda o nəyə görədir? Bu zonalara görə trapez formasına düşməlidir. Yəni bu zona görürsünüz, yuxarı getdikcə daralır. Ona görə şəkli burub həmin formaya belə trapez salıb coğrafi koordinatlara edib. Buradan sonra bunu eksport edirik faylı. Fayl artıq coğrafi koordinatda və istədiyimiz koordinatdadır. İstədiyimiz yerdədir, daha doğrusu. Export raster image format edirik, çünki bu raster formatdır. Burada formatlarını dəyişə bilərik. Biz KML, KMZ seçirik, OK edirik. OK, adını da yazırıq desktopa. Azı olaraq yazaq, save edirik. Save olundu. Azını açaq. Artıq şəklimiz Google üzərində KMZ formatıdır. Bu faylı açanda, navigatorla gedəndə, məsəl üçün, bu yolları göstərdi. Navigatorla gedəndə Google Earth-dən baxarsınız. Burada hansı kənddə olduğunuzu görə bilərsiniz asanlıqla. Kəndin mərkəzi haradadır və yaxud bu keçmiş yollardır. Neçənci ilin xəritəsidir bu? 15-ci ilin. 15-ci ildə hardan əsas yollar keçib, dəmir yolları hardan keçib, nətər keçib, harada su hövzələri var və kəndin sərhədləri hardandır. Yəni bunu asanlıqla, məsəl üçün sizin navigator işarəsinin location'ı burada göstərsə, bilirsiniz ki, kəndin sərhədindəsiniz də. Hansı kəndin sərhədindəsiniz, onu da görə bilirsiniz rahatçılığını. Rayonun sərhədində daha doğrusu. Bu qədər.